Niyə axı bu Alyonalar bu qədər şanslıdır? Dostlar, sonuncu ad dəyişmə ilə bağlı videoda çoxlu suallar və feedbacklər gəldiyi üçün bu dəfə real bir ad üzərindən sizin üçün numeroloji bir hesablama edəcəyik. Yunan mənşəli bu ad daha çox Rus və Ukrayna ölkələrində qızlara qoyulan bir addır. Mənası parlayan, işıq saçan, günəş kimi nur saçan, hətta bəzi Slavyan şəhərlərində al rəngli, alovlu, od enerjili kimi qeyd olunur. Əsas məsələ, numeroloji tərəfdən bu ada baxdıqda, adda yerləşən hər bir hərfə görə frekansları çıxarırıq. Daha sonra biz bunları topladıqda 19 enerjisini alırıq. Yəni günəş enerjisi, hansı ki elə adın da öz mənalarına uyğundur frekans olaraq. Və biz günəş 19 enerjisini sadələşdirdikdə isə artıq bir sehirbaz enerjisini alırıq. Bir frekansında adlara sahib olan insanlar lider ruhlu, müstəqil, öz yolunu seçən, daim diqqət mərkəzində olan, daxilən çox güclü iradəyə sahib insanlar olurlar. Lakin bir frekansı sehirbaz enerjisi olduğuna görə bu insanlar sadəcə dominantlıq xüsusiyyətlərinə görə deyil, həm də güclü intuisiya, ruhani, mənəvi aləmə meyillilik, dərin müşahidə qabiliyyətləri ilə də həyatda çox uğurlu olurlar. Buna görə də Alyona adına sahib insanlar həyatda həm ağılları, həm də hissləri ilə qərarlar verirlər. Və bir frekansına sahib Alyona adlı xanımlar lider kişilər, statuslu şəxslər, biznes mindsetinə sahib insanlar və dominant partnyorları cəlb edirlər. Çünki yüksək statuslu şəxslər çox vaxt öz enerjilərinə uyğun, yanında parlayan və seçilən qadınlara çəkilir. Bizim nəinki adımız, həm də soyadımız və doğum tariximizin də taleyimizə çox ciddi bir təsiri var. Yəni ad dəyişimi etdikdə sadəcə var olan, sahib olduğunuz ada görə deyil, həm də soyadınız və doğum tarixiniz xəritənizə uyğun bu ad dəyişimini etməlisiniz.